Bloom'un idraç taksonomiyası və təlimdə tətbiqi. Benjamin Bloom öyrənmə nəzəriyyələri və təlim nəticələri təsnifatına böyük töhfələr vermiş Amerikalı təhsil psixoloqudur. 20-ci əsrin 50-ci illərində Benjamin Bloomun rəhbərlik etdiyi işçi qrupu bu sahədə yenilik edərək təlim fəaliyyətinin 3 sahədən ibarət çərçivəsini hazırlamışdı. O, şagirdlər üçün müəyyənləşdirilmiş müxtəlif öyrənmə məqsədləri və bacarıqlarını təsnif edən taksonomiya hazırlamışdı. Şagirdlərin akademik nailiyyətlərini yüksəltmək, onlarda tənqidi düşünmə və problem həll etmə kimi bacarıqların inkişafını təmin etmək, yuxarı təfəkkür səviyyəsi YTS formalaşdırmaq baxımından təlim nəticələrinin taksonomiyasının öyrənilməsi təhsil sahəsində ən önəmli məsələlərdən biridir. Əksər insanlar öyrənmə deyərkən bu prosesi yalnız idraki fəaliyyətlə əlaqələndirirlər. Halbuki öyrənmə yalnız idraki sahə deyil, eyni zamanda münasibət, davranış və fiziki bacarıqlarla da əlaqəlidir. Müəllimlərin Bloom taksonomiyasına istinad etməsi təlim və tədris prosesində bir neçə səbəbdən vacibdir. Bu taksonomiya müəllimlərə şagirdlərin idraç səviyyələrini sistemli şəkildə inkişaf etdirmək üçün istiqamət verir. Tədris prosesində Bloom taksonomiyasına istinad etmək nə üçün vacibdir? Birincisi, dərsin məqsədlərinin düzgün müəyyənləşdirilməsinə xidmət edir. İkinci, qiymətləndirmənin aparılmasını təmin edir. Üçüncü, tapşırıqların hazırlanmasında əsas rol oynayır. Dördüncü, sual-cavab prosesinin effektiv şəkildə təşkil edilməsində mühüm rol oynayır. İdraki sahənin orijinal variantı 1956-cı ildə Benjamin Bloom'a aiddir. Dünyanın, ətraf aləmin və özünün dərk edilməsi prosesidir. İntellektual və düşünmə bacarığını ehtiva edir. Yada salmaq, dərk etmək, qavramaq, həyata keçirmək, müqayisə etmək, mühakimə yürütmək, əsaslandırmaq, qərarların qəbul edilməsi, müşahidədən nəticə çıxarmaq və s. idraki fəaliyyət hesab olunur. Daha çox fərdin emosional potensialı ilə bağlıdır. Deməli, idraki sahəni Anderson və Krasvold 2001-ci ildə xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq formasına salıblar. İlkin versiyası Bloom'a aid 1956-cı ildə. 1973-cü ildə affektiv sahə, emosional sahə Krasvold və Bloom həmçinin Massiya birlikdə belə bir taksonomiya hazırlayırlar. Affektiv emosional sahə. Burada birincisi qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə mərhələləridir. Qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə. Burada daha çox fərdin emosional potensialı ilə bağlıdır. Emosional sahədir bu, çünki affektiv sahə. İdraki və fiziki fəaliyyətlə də müşahidə olunur. İnsanın öz emosiyalarını, düşüncəsini əlavə edərək göstərdiyi münasibət və dəyərləri ehtiva edən fəaliyyətlərdir. Rollu oyunlar, tənqidi sualların verilməsi, şəxsi münasibətin əlavə edilməsi, emosional affektiv fəaliyyətə nümunə ola bilər. Təlimdə affektiv strategiyalar emosiyaların həm pozitiv, həm də negativ idarə olunmasına yönəlmiş metod və üsullardır. Pozitiv affektiv mühit təlimdə dəstəkləyici mühitin yaradılmasına şərait yaradan mühitdir. Və psixomotor sahə 1975-ci ildə formalaşır. Dave tərəfindən imitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya, təbiiləşmə mərhələləridir. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya, təbiiləşmə. İmdad formasında başlıqlarını götürə bilərik. İnsanda psixi proseslərin fiziki proseslərə necə təsir etdiyini göstərir bu psixomotor sahə. Başqa sözlə, insanın fiziki hərəkətləri, hərəkətlərin koordinasiyası və hərəkətin bacarıqlarını psixomotor fəaliyyət hesab olunur. Hərəki bacarıqlar psixomotor fəaliyyət hesab olunur. Qaçmaq, şəkil çəkmək, plastirindən fiqurlar düzəltmək, nəğmə oxumaq, konstruksiya qurmaq psixomotor fəaliyyətə nümunə ola bilər. Bu fəaliyyət kiçik motorikanın inkişafından başlayıb daha mürəkkəb fəaliyyətə keçir. Bu fəaliyyətlər daha çox texnologiya, təsvir, incəsənət, musiqi dərslərində inkişaf etdirilir. Lakin bu o demək deyil ki, digər dərslərdə bu fəaliyyətdən kənarda qalmalıdır. Məsələn, Azərbaycan dili dərsində hərflərin, riyaziyyat dərsində rəqəmlərin yazılışlarının öyrədilməsi, müxtəlif həndəsi fiqurların təsvirinin çəkilməsi psixomotor fəaliyyət hesab olunur.
Bu sahələr ayrı-ayrılıqda mərhələlərə bölünərək şagird fəaliyyətini istiqamətləndirir və onlarda müxtəlif bacarıqların inkişafını təmin edir. Bloom taksonomiyası ümumi təlim nəticələrinin aydın şəkildə tərtib edilməsi və reallaşmasında mühüm əhəmiyyətə malikdir. Bundan başqa taksonomiya dərsin planlaşması, təlim nəticələrinin müəyyənləşməsi, tapşırıqların hazırlanması, qiymətlərin sistemli və ardıcıl şəkildə təşkil edilməsi üçün əsas rol oynayır. Taksonomiya iyerarxiyaya əsaslanan sistemdir, yəni zəncirvari sistemdir. İdraki sahənin təlimdə tətbiqi əvvəlki 1956-cı ildə verilən versiyaya görə bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə idi. İndi isə 2001-ci ildən artıq bu şəkildə formalaşıb. Xatırlamaq, anlamaq, tətbiq etmək. Burada aşağı təfəkkür səviyyəsi formalaşır. Təhlil etmək, dəyərləndirmək, yaratmaq. Burada isə yuxarı təfəkkür səviyyəsi formalaşmış olur. Əvvəlcə idraki sahənin hansı mərhələlərdən ibarət olduğuna və bu mərhələlərin tədris prosesində roluna, əhəmiyyətinə aydınlıq gətirək. Bloom taksonomiyasında Bloom 1956-cı ildə idraki sahənin və təlim nailiyyətlərinin səviyyəsini müəyyənləşdirərkən mərhələləri işləyib hazırlamışdır. 1990-cı illərdə tələbələri Anderson və Krasvold bu yanaşmanı daha da təkmilləşdirir. 2001-ci ildə prosesi yekunlaşdırırlar. Əvvəlki və təkmilləşdirilmiş versiyada yəni burada qeyd olunmuşdur. Versiyada burada bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə formasındadır. Yəni daha çox iki ciddi fərqi var. Təkmilləşmiş versiyada mərhələlər əvvəlki variantdan fərqli olaraq feillərlə verilib. Yəni xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq. Yəni daha çox fəaliyyətə yönəlib. Bu idraki fəaliyyəti daha aydın ölçülə bilən edir. Əvvəlki versiyada müvafiq olaraq 5-ci və 6-cı mərhələlərin yeri dəyişdirilmiş. Belə ki, sintez, yəni yaratmaq mərhələsi yüksək iradə idraki fəaliyyət kimi ən üstdə yer almışdır. Müasir dövrdə iki yanaşmanı nəzərə alaraq bu vəsaitdə Bloom'un idrak taksonomiyasının təkmilləşmiş versiyasından istifadə olunubdur. Yəni, time vəsaitindən gedir söhbət. Burada xatırlamaq mərhələsindən danışırıq. Taksonomiyanın mərhələlərindən birincisi xatırlamaq mərhələsidir. Xatırlamaq əldə edilən bilik, fakt, termin, əsas konsept və məlumatları xatırlayır, yada salır. Əgər şagird hər hansısa bir məlumatı xatırlayıb təqdim edirsə, idraki sahənin ilkin mərhələsini yerinə yetirmiş olur. Yəni bu mərhələdə hansısa məlumatı, biliyi sadəcə yada salmaq, xatırlamaq, tanımaq tələb olunur. Şagird informasiyanı xatırlayıb yadına sala bilirmi? Məlumatı obyektiv tanıya bilirmi? Müəyyənləşdirə bilirmi? Açar feilləri var bunların. Seçmək, müəyyənləşdirmək, tapmaq, adlandırmaq, tanımaq, yada salmaq, tərif vermək, sadalamaq, təkrarlamaq, sıralamaq, xatırlamaq və s. İkinci mərhələ idrak taksonomiyasında anlamaq mərhələsidir. Məlumat, fakt, konsepsiyadan məna çıxarmaq, öz əvvəlki bilikləri ilə yeni biliklər arasında əlaqə qurmaq, məlumatın müxtəlif formada təqdim edilməsi, izahat verilməsi, nəticə çıxarılması, ümumiləşdirilməsi, qruplaşdırılması, hazır verilmiş informasiyadan istifadə edərək problemin həlli yolunun müəyyən edilməsi və s. bu mərhələnin əsas xüsusiyyətləridir. Məlumatı interpretasiya etmək, yəni hər hansı bir fakt və hadisəni fərqli şəkildə ifadə etmək, yəni məlumatı bir formadan digərinə çevirə bilirmi? Ümumi bir konsept və prinsipdən xüsusi nümunələr gətirə bilirmi? Ümumidən xüsusiyə yadınızdadır, biz keçmişdik. Və yaxud da xüsusi nümunələri bir konsept altında birləşdirə bilirmi? Ümumidən xüsusiyə, xüsusidən ümumiyə, induksiya və deduksiya. Deməli, ümumi bir qaydadan nümunəyə gətirirsə, nümunə gətirirsə bu deduksiya idi. Xüsusi nümunələri bir konsept altında birləşdirirsə induksiya idi. Oxuduğunu, dinlədiyini ümumiləşdirə bilirmi? Verilənləri qruplaşdırıb təsnif edə bilirmi? Oxuduğu, aldığı məlumatlardan nəticə çıxarda bilirmi? İki və daha artıq obyekt, hadisə, fakt arasında oxşarlıq və fərqliliyi müqayisə edə bilirmi? Öyrəndiyi məlumatı öz sözü ilə izah edə bilirmi? Bunun deməli anlamaq mərhələsinin açar sözləri var. İnterpretasiya etmək, nümunələr gətirmək, ümumiləşdirmək, təsnif etmək, nəticə çıxarmaq, müqayisə etmək, izah etmək, qruplaşdırmaq, təsvir etmək, müəyyənləşdirmək, öz sözləri ilə demək, əsaslandırmaq. Tətbiq etmək mərhələsi. Bu mərhələdə şagird anladığı məlumatı icra edə bilməli, hansısa vəziyyətdə tətbiq etməli və yaxud çalışmanı, tapşırığı yerinə yetirməlidir. Şagirdlərin öyrəndiklərini müxtəlif həyati konseptlərdə
istifadə etmələri, problemləri həll etməsi və s. bu mərhələnin əsas xüsusiyyətlərindəndir. Şagird tapşırığın icrası üçün prosedurları yerinə yetirə bilirmi? Öyrəndiyini həyata keçirə bilirmi? Yəni burada icra etmək, yerinə yetirmək, həyata keçirmək, nümayiş etdirmək, səhnələşdirmək, istifadə etmək, şəkillərlə ifadə etmək, həll etmək, eskiz çəkmək, cədvəl tərtib etmək, sınaqdan keçirmək. Görürsünüz ki, burada prosedural bilik daha çox özünü göstərmiş olur. Anlamaq mərhələsində daha çox konseptual biliyi görürük. Ancaq tətbiq etmək mərhələsində daha çox prosedural bilik özünü göstərmiş olur. Üçüncü mərhələ idraki sahədə təhlil etmək mərhələsidir. Təhlil etmək mərhələsində şagirdlər bir nəsnəni, məlumatı, materialı ayrı-ayrı hissələrə bölüb onları bir-biri ilə fərqliliyini, eyni zamanda onların bir-biri ilə bütöv şəkildə əlaqəsini müəyyənləşdirir. Təhlil etmək mərhələsində məlumatı müqayisə edərək ən vacib, ən səmərəli yolun müəyyənləşdirilməsi və əsaslandırılması, müəllifin mövqeyinin müəyyənləşdirilməsi və əsaslandırılması fəaliyyətlər əsasında həyata keçirilir. Məsələn, şagird uyğun olan və olmayan, vacib olan və olmayan hissələri bir-birindən fərqləndirə bilirmi? Verilmiş materialın müəllifin mövqeyini müəyyənləşdirə bilirmi? Açar sözlər fərqləndirmək, ayırd etmək, qarşılaşdırmaq, müqayisə etmək, müəllifin mövqeyini müəyyənləşdirmək, tutuşdurmaq, yoxlamaq, sual altında qoymaq, əsaslandırmaq. Bax, bunlar təhlil etməkdir. Bu daha çox yüksək təfəkkür olduğu üçün. Burada digərlərindəki müəyyənləşdirmək ki var. Məsələn, bu xatırlamaqda da var, anlamaqda da var müəyyənləşdirmək və təhlil etməkdə də var. Xatırlamaqdakı müəyyənləşdirmək nəyisə tapır mənasındadır. Anlamaqdakı müəyyənləşdirmək, yəni artıq qaydadan nümunə gətirir mənasındadır, nəticə çıxarmaq mənasındadır. Amma təhlil etməkdəki müəyyənləşdirmək, artıq buradakı müəyyənləşdirmək müəllifin mövqeyini müəyyənləşdirməkdir. Yəni ədəbiyyat dərsində tutaq ki, Dəli Kür əsərini yazmaqda müəllifin mövqeyi nə idi? Müəllifin mövqeyi obraza münasibətdə, əsərin ideyasına münasibətdə, Cahandar ağaya münasibətdə müəllifin mövqeyi bu cür düşünmək lazımdır. Dəyərləndirmək mərhələsi meyarlar və standartlar əsasında mühakimə etmək və kimi xarakterizə edilir. Reallaşması zamanı yoxlamaq, mühakimə etmək, dəyərləndirmək tələb olunur. Yoxlamaq, mühakimə etmək, dəyərləndirmək tələb olunur. Ümumiyyətlə fikir bildirərkən meyarlara əsaslanmaq, öz mövqeyini bildirmək, fikrini əsaslandırmaq üçün arqumentlər gətirmək, hər hansı bir hadisə və problemlə sistemli şəkildə baxmaq, dəyərləndirmək və s. fəaliyyətləri özündə ehtiva edir. Şagird əldə olunan məhsul, ideya və nəticənin uyğunluğunu, məntiqiliyini, əsaslığını yoxlaya bilirmi? Meyarları əsasən prosesi mühakimə edə bilirmi? Müəyyən mövqeyi yaxud qərarı əsaslı şəkildə dəyərləndirə bilirmi? Fikir verirsinizsə, meyara əsasən mühakimə edə bilmə, müəyyən mövqeyi, qərarı əsaslı şəkildə dəyərləndirmə, nəticənin uyğunluğunu, məntiqiliyini, əsaslılığını yoxlamaq, qiymətləndirmək, yoxlamaq, əsaslandırmaq, mühakimə etmək, dəyərləndirmək, müdafiə etmək, qərara gəlmək, bunlar açar feillərdir, dəyərləndirmək mərhələsinə aid. Yaratmaq mərhələsi ən üst səviyyədə olan bir mərhələdir. Yaratmaq idraki sahədə, yaratmaq mərhələsində şagirdlər bəzi elementləri, hissələri əvvəllər aydın şəkildə verilməyən nümunə və struktur formasında yenidən tərtib edirlər. Başqa sözlə desək, bu mərhələdə vacib məqam odur ki, şagird əldə etdiyi məlumatlardan istifadə edərək yeni bir məhsul yarada bilsin, qeyri-standart mövqe yanaşma ortaya qoya bilsin. Yeni bir məhsul, həll yolu, ideya, nöqteyi nəzər yarada bilirmi? Problemin, məsələnin alternativ həll yolunu irəli sürə bilirmi? Açar feilləri quraşdırmaq, irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, inkişaf etdirmək, formülə etmək, tərtib etmək, birləşdirmək, icad etmək. Deməli, açar feilləri oldu, quraşdırmaq, irəli sürmək, qurmaq, yaratmaq, dizayn etmək, inkişaf etdirmək, formülə etmək, tərtib etmək, birləşdirmək, icad etmək. Bütün mərhələlər eyni dərəcədə əhəmiyyətlidir. Hər hansı bir konsepti anlamadan öncə, xatırlamalı, tətbiq etmədən öncə, anlamalı, təhlil etmədən öncə, tətbiq etməli, dəyərləndirmədən öncə, təhlil etməli, yaratmadan öncə dəyərləndirməli. Yəni, bütün mərhələlər vacib və bir-biri ilə sıx əlaqəlidir.